Milli Məclisin sədri Saybə Qaforovanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Səfərin məqsədi Gürcüstanın Katolikos Patriarxı 2. İlyanın vəfatı ilə əlaqədar keçirilən vida mərasimində iştirak etməkdir. Nümayəndə heyətin tərkibində Baş naziri müavini Samir Şərifov, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, millət vəkilləri və digər ictimai-siyasi xadimlər yer alıb. Tiflis Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstanın rəsmi şəxsləri, Azərbaycanın səfirliyi və digər nümayəndələr qarşılayıblar. Vida mərasimi Tiflisdə yerləşən Müqəddəs Üçlük Katedralında keçirilib. Müqəddəs Üçlük Katedral kilsəsində təşkil olunan mərasim zamanı dini ayinlər icra olunub, dualar oxunub və mərhum patriarxın xatirəsi ehtiramla yad edilib. Anım tədbirində müxtəlif ölkələrdən, Vatikan, Avropa və region dövlətlərindən gəlmiş rəsmi şəxslər, eləcə də digər regionlardan dini nümayəndələr iştirak ediblər. Vida mərasimində iştirak edənlər patriarxın dinlərarası dialoqa verdiyi töhfələri xüsusi vurğulayıblar. Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə isə 2-ci illiyə ilə bağlı xatirələrini bölüşərək deyib ki, o, Azərbaycan-Gürcüstan münasibətlərinə böyük töhfələr verib. Azərbaycanda onu çox sevirdilər, bütün Qafqazda onu çox sevirdilər. Bu fəqət Gürcüstanın patriarxı deyildi, bütün Qafqazın ağsaqqalı idi. Həm müsəlmanlar da ona böyük hörmətlə yanaşır. Çünki o özü də müsəlmanlara münasibəti çox yaxşı münasibət başlayırdı. Azərbaycanda Ulu Öndər Heydər Əliyev cənabları ilə görüşmüşdü. Böyük ona etimadı var idi. Və sonraki dövrlərdə İlham Əliyev cənabları ilə Mehriban xanımla görüşləri var idi. Və bu görüşlərin haqqında həmişə təsərrüatlarını danışardı və deyərdi. Günün ikinci yarısında patriarxın cənazəsi dəfn olunmaq üçün kilsədən çıxarılıb, vida mərasimi dərin hüzün şəraitində davam edib. Beləliklə 2-ci İlyanın vida mərasimi onun yalnız Gürcüstanda deyil, bütün regionda böyük nüfuza malik mənəvi lider olduğunu bir daha göstərdi.